Subway Surf oyununun əslində acı bir hekayəsi var. 2010-cu ildə ABŞ-ın Pensilvaniya ştatında yaşayan Matthias Gradle Norwig'in Jake adlı bir oğlu var idi. Jake grafiti həvəskarı idi. Bir gün evlərinin yanında olan Norriston Line qatar xəttində vaqonun üstünə grafiti çəkirdi. Mühafizəçi Harold McCrane Jake'i görür. Onu oradan çıxarmaq üçün üstünə qışqırır və arxasınca qaçır. Jake qorxub tez qatar yolunda qaçmağa başlayır və anidən öndən gələn qatar onu vurub öldürür. Sonra Matthias oğlunun xatirəsinə Subway Surf oyununu yaradır və Jake'in xatirəsi əbədi olaraq qalır. Demək istəyərdim amma hamısı təbii ki yalandır. Belə şeylərə inanmayın. Bu hadisəni Twitter'da heç adı da bilinməyən random bir nəfər hardansa uydurub. Sonra bu tweet partlatdı. Hər yerdə məşhur oldu. Bu yalan da buradan üzə çıxdı. Hamının da hadisə xoşuna gəldiyi üçün heç araşdırıb da eləmədi. İnanmağa başladı. Oyunun yaradıcısı olan Matthias belə bir konfransda bu oyunun necə yarandığını demişdi. Sadəcə oyunun ilham mənbəyinin küçə həyatından və skate sürənlərdən gəldiyini deyib. Oyunu heç bir nəfər belə yaratmıyor. Matthias sadəcə CEO-dur. Onun arxasında bir komanda var. Ona görə də gördüyünüz hər şeyə inanmayın. Videonu belə boş-boş şeylərə inanan dostunuza göndərin. Bu oyun onun da xəbəri olsun. Buradan da follow eləyə bilərsiniz.